Tələsməyin digər səbəblərindən biri insanın dəyərləri və həyat fəlsəfəsidir. Əgər insan həyatında özünə belə bir fəlsəfə aşılayıbsa, belə bir dəyər sistemi əsasında yaşayırsa ki, mən yalnız məqsədlərimə çatmalıyam və onun həyat dəyər prinsipi və həyat fəlsəfəsi yalnız məqsədlər üzərində qurulursa, bu zaman insan o məqsədlərə çatmaq üçün fəaliyyəti və prosesi boş vaxt itkisi kimi qiymətləndirir. Yəni bu proses, bu vaxt, bu fəaliyyət boş vaxt itkisidir. Əsas olan mənim aldığım nəticədir. Belə bir düşüncə tərzi bizi həmişə həyatda tələsdirən səbəblərdən biridir. Halbuki nəticə bayaq dediyimiz kimi lazımdır. Təbii ki, insan bir fəaliyyət göstərirsə, burada bir məqsədi var, bir hədəfi var, bir motivi var ki, ona yetişməyə çalışır. Amma bu məqsədin, bu motivin, bu hədəfin hasil olması ilə yanaşı, eyni zamanda insanın o hədəfə, o məqsədə çatacaq miqdarda vaxtının, ömrünün getməsi hissəsində də insan bir həyat yaşayır və həmin həyatı da insan təbii ki, yaşamalıdır. Çünki həyatın özü, prosesin özü bizim həyatımızın bir hissəsidir. Xülasə, nəticə lazımdır, amma həyatı yaşamaq özü də lazım olan məsələlərdən biridir. Proses özü də bizim həyatımızın bir hissəsidir. Əgər yox, biz yalnız nəticəyə fokuslansaq, yalnız hədəfə və məqsədə fokuslansaq, amma prosesin özünü boş vaxt itkisi hesab etsək, o zaman bizim bütün fəaliyyətlərimiz, bütün hərəkətlərimiz tələskənliklə başlayacaq ki, bu da bizdə həyatımızda digər mənfi halların, vəziyyətlərin və emosional durumumuzun yaranmasına səbəb olan amilə çevriləcək. Bunun ki, həyatı tələsmədən, doya-doya, sevə-sevə və səbrlə yaşamaq lazımdır.